Şəhid ailələri, hörmətli, əziz qardaşlar və bacılar, əziz balalar. Biz bugün Şöhrət Qasımovun anı tədbirinə görüşmüşük. Şöhrət Qasımov mən Korpusa Xidmət rəis təyin olunanda, təbii ki, həkimlərin hamısıyla tanış olanda Şöhrətdə fərqlilik istədim. Bu uşaqda vətən sevgisi, bayraq sevdalısı, bu uşaqda məsuliyyət, tam fərqli digər həkimlərdən və qısa müddət ərzində Tibb Xidmət rəis vəzifəsinə təqdimatı getdi və təsdiq olundu. Döyüş əməliyyatlarına başlayan zaman Şöhrətin vətənə olan sevdası daha çox bürüzə verdi. O, xarab olmuş maşınların təmirini təzyiqli, qısa müddət ərzində məlumiyyət ki, hər şey hazırdır rəis. Çox məsuliyyətli və vətənpərvər bir zabit idi. Əlaqələr düzdür, o kökü üstündə bitər. Çünki bu tərbiyə ona ailədən gəlmişdir. Döyüş əməliyyatları başlayanda ilkin günlərdə təbii ki 27, 28, 29 ön xəttin yaranması, bütün ərazi boyu düşmən hücumunun, daha doğrusu düşmənin məhv edilməsi, bütün ərazi boyu burada yaralılarımız da çox idi, şəhidlərimiz də var idi və təbii ki, həkimlərimiz çatdırmağa biraz daha az həkimlərimiz vardı və Şöhrət Tibb Xidməti rəisi olaraq yaralını döyüş meydanından götürmək üçün özü getdi. Yəni, bu həkimlik üçün bir nümunədir, bir onurdur. Və 29-u Şöhrət şəhid düşdü. Allah bütün şəhidlərimizi, cəmi şəhidlərimizi rəhmət eləsin. Şöhrət qəhrəmanlıqla şəhid düşdü. Şöhrət bir qəhrəmanlıq nümunəsidir bizim üçün. Şöhrət bir qəhrəmanlıq nümunəsidir həkimlərimiz üçün. Şöhrət qəhrəmanlıq nümunəsidir gənclərimiz üçün. Bütün şəhidlərə Allah rəhmət eləsin. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Şəhid analarına, şəhid atalarına səbir diləyirəm. Hamımızın qarşısında baş əyirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz. Ruhlar qarşısında baş əyirəm. Nereden başlayacağımı bilmiyorum. İlk önce bütün şehit atalarına, şehit analarına karşısında baş eğelim. Allah sizlere var eylesin. Şöhrət həkimi Tibb Xidmət rəisi idi. Bunu son görən bir adam kimi, döyüş yoldaşı kimi, bir dost kimi mən də əlavə etmək istəyirəm. Və sentyabr ayının 27-sindən Şöhrət həkimlə hamımız bir yerdə çalışdıq. Yaralarımızı, şəhidlərimizi hər zaman təqdir edib vaxtında. Sentyabr ayının 28-ci günü, ona görə onu demək istəyirəm ki, bizdə bir şoförümüz var idi. Şöhrət həkim və mən. Orta radələr idi, yaralı sağlam edirdi. Daha sonra şəhidimiz vardı, 2 şəhidimiz vardı. Onu götürməyə gedirdik. Mesela dar yolda karşımıza maşın çıxdı. Biz yolu keçəmədik. Bir dəqiqə yuvanmadı. Biz gedib yaralı, orada tankımız yanırdı. Tankın yanında 2 şəhid vardı. Və yolu bir dəqiqə kimi yuvanlı gedib orası satanda, satma arası bir 50 metr qalmış, tankın partladı. Bəlkə də şəhidlik həmin gün idi. Amma sentyabrın 28-də şəhid olmadı. 29-cu günü rasiyadan məlumat gəldi ki, yaralı var. Biz bir neçə həkim yoldaşı ilə getdik təxliyə üçün. Təxliyə yerinə satmamızdan əvvəl həmin hadisəyə şəhid olan yerdən bir 500 metr arkada bizim yaralılarımız var idi. Şöhrət həkim öz düşdükləri narkotik təşkilinə orada yugut qoydu. İşte bir yardım gösterdi. Ve getiriyor ondan sonra yaralını təxliyə etmək üçün. Təxmini bir 500 metr olar olmazdı.
Şuşanın qaranlıq meşə deyilən bir yer var. Sıf meşəli bir dənə yol zırhılır. Orada erməni tankıyla üzləşdik. Şöhrət Həkim ilk öncə gördü bunu. Medresənin istirahəti hansı olur. Şöhrət Həkim ilk ateş açtı. Yani o orada ilk ateşi asmasaydı, çok güman ki ben de bir gün burada olmazdım. Orada muhasireye düştük. 3 nəfər şəhidimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Görəcək. Çox sağ olun.